Salam. Bugün sizinlə birlikdə çox vacib bir sənədə nəzər salacaq. Bu, Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsindən seçmələrdir. Yəni, gündəlik həyatda qarşılaşdığımız, amma bəlkə də tam fərqində olmadığımız qaydalar və onların pozulmasının nəticələri haqqında danışacaq. Məqsədimiz bu, belə deyək, qanunlar toplusundan bəzi diqqət çəkən məqamları aydınlaşdırmaqdır. Bəli, tamamilə doğru. Bu məcəllə əslində çox genişdir. Ümumi hissəsi var, xüsusi hissəsi var, sağlamlıq, seçki, ətraf mühit, nəqliyyat, informasiya, hətta maliyyə kimi sahələrə əhatə edir. Gəlin elə bəzi spesifik maddələrə baxaq, görək nələr var. Başlayaq elə sağlamlıqdan. Mən baxdım, maraqlı məqamlar var idi. Məsələn, maddə 159 deyir ki, zöhrəvi xəstəliyə yoluxmuş şəxs müalicədən boyun qaçırsa, 100 manatdan 150 manata qədər cərimə oluna bilər. Düzdür. Amma daha belə deyək, rezonans doğuran bir maddə də var, maddə 163. Tibbi əsas olmadan qeysəriyyə əməliyyatı aparmaq. Hə, bu ciddidir. Çox ciddidir. Baxın, vəzifəli şəxs, yəni həkim və ya rəhbər işçi 5000-dən 7000 manata qədər cərimələnə bilər. Vay vay. Hüquqi şəxs, yəni klinikanın özü üçün isə cərimə daha böyükdür. 10.000 manatdan 15.000 manata qədər. Bu, yəqin ki, sui-istifadə hallarının qarşısını almaq üçündür. Anlaşıldı. Bəs seçki məsələləri? Orada da yəqin ki, öz qaydaları var. Əlbəttə. Məsələn, maddə 171, seçki ilə bağlı kimisə hədələmək, zorakılığa çağırmaq, bu ciddidir. Cəriməsi nə qədərdir? 600 manatdan 900 manata qədər. Həmçinin maddə 172 var, seçicinin adını bilərəkdən birdən çox siyahıya daxil etmək. Yəni, saxtakarlıq cəhdi kimi. Bəli, bir növ. Buna görə də 800.000 manat cərimə nəzərdə tutulub. Seçkilərin şəffaflığı üçün vacib məqamlardır bunlar. Keçək ətraf mühitə. Bu da çox aktual mövzudur. Məsələn, suyu israf etmək, yəni gərək olmadan axıtmaq. Buna görə nə var? Maddə 262. Sudan özbaşına istifadə, israfçılıq. Fiziki şəxslər üçün, yəni bizim üçün 100-150 manat cərimədir. Bəs zibili qutudan kənara atmaq. Şəhərdə tez-tez rastlaşırıq təəssüf ki. Hə, o da var. Maddə 266, meişət tullantılarını qutudan kənara atmaq düz 100 manat cərimədir. Yəni, heç də az deyil. Heç də az deyil. Və daha ciddi bir məsələ də var, yeni əlavə olunub. Maddə 274.1, heyvanlarla rəhimsiz rəftarın təbliği. Yəni, bunu sosial şəbəkədə yayma və s. Buna görə cəza nədir? Cəza ağırdır. 1000 manatdan 1500 manata qədər cərimə və ya hətta vəziyyətdən asılı olaraq inzibati həbs də tətbiq oluna bilər. Texnologiya ilə bağlı nələr var? Məsələn, mobil telefonlarla bağlı. Var əlbəttə. Maddə 368.1. Telefonun e-mail nömrəsini qanunsuz dəyişdirmək. Yəni o unikal kodu. Hə, bilirəm. Cəriməsi? Fiziki şəxslər üçün 300-400 manat. Başqa bir maraqlı maddə də maddə 377-dir. Gizli informasiyanı almaq üçün texniki vasitələr almaq. Yəni, casus avadanlıqları kimi. Bəli, elə bir şey. Qanunsuz əldə etməyə görə 200-400 manat cərimə və həmin vasitələrin müsadirəsi, yəni əlindən alınması. Gəldik çoxlarının maraqlandığı nəqliyyat mövzusuna. Sürət həddi, sərxoş vəziyyətdə idarə etmə. Bəli, bu çox geniş fəsildir. Sürət həddini aşmaq bildiyimiz kimi 10 manatdan başlayır, aşma dərəcəsindən asılı olaraq artır. Ən ciddi pozuntu yəqin ki, sərxoş halda sürməkdir. Tamamilə. Maddə 332 və 333.1. İstər alkoqol, istərsə də narkotik təsir altında sürmək. Cərimələr çox yüksəkdir, yüzlərinə manatdır. Üstəlik, sürücülük hüququndan məhrum etmə var. 1 ildən 2 ilə qədər. Hətta təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda inzibati həbs də tətbiq olunur. Bu çox vacibdir. Bəs parklanma? O da ağırlı yerdir çoxları üçün. Hə, parklanma qaydalarının pozulması. Maddə 346.1. Pozuntunun növündən asılıdır, amma ümumilikdə 20 manatdan 60 manata qədər cərimə ola bilər. Qadağan olunmuş yerdə saxlamaq və ya ikinci cərgədə durmaq kimi. Bəs telefondan istifadə, sükan arxasında əldə telefonla danışmaq? O da var. Maddə 342.6. Buna görə 50 manat cərimə nəzərdə tutulub. Yəni, hands-free olmadan olmaz. İctimai asayiş məsələlərinə də toxunaq. Xırda xuliqanlıq deyirik bəzən. Bəli, maddə 510. Yəni, ictimai yerdə nalayiq ifadələr işlətmək, insanlara sataşmaq. Buna görə
50-100 manat cərimə və ya 15 günədək inzibati həbs. Bəs avtoxuliqanlıq o daha ciddidir, eləmi? Çox daha ciddi, maddə 511. Avtomobillə nizam intizamı kobud şəkildə pozmaq, təhlükəli manevrlər etmək, cəriməsi 500 manatdan başlayır, 2000 manata qədər çıxa bilər, üstəlik sürücülük hüququndan məhrum etmə və ya inzibati həbs. Hətta gecə səs-küy salmağa görə də cərimə var deyəsən. Var. Maddə 521. Gecə saat 12-dən səhər 7-yə qədər yüksək səslə musiqi, təmir işləri və s. Buna görə 150-200 manat cərimə tətbiq edilə bilər. Son olaraq maliyyə və ticarət sahəsinə də qısa baxaq, saxta müflisləşmə kimi maddələr də var. Bəli, maddə 406 saxta müflisləşmə, maddə 407 isə qəsdən müflisləşmədir. Yəni, borcudan yayınmaq üçün şirkəti bilərəkdən bu vəziyyətə salmaq. Cəriməsi də vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin 2 mislindən 4 mislinədəkdir. Çox yüksək məbləğlərdir. Daha sadə bir misal bəlkə də, aksis markası olmayan malların satışı. Maddə 450.1. Aksis markası olmayan malları, amma az miqdarda satmaq. Bu halda cərimə 100 manatdır. Miqdar çox olduqda artıq cinayət məsuliyyəti yarana bilər. Beləliklə, gördüyünüz kimi İnzibati Xətalar Məcəlləsi həyatımızın çox fərqli sahələrinə toxunur. Sağlamlıqdan tutmuş yollara, ətraf mühitdən tutmuş maliyyəyə qədər. Gözləmədiyimiz hərəkətlər belə tənzimlənir. Bəli. Bəlkə də üzərində düşünməli olduğumuz məqam budur. Gündəlik həyatımızda fərqində olmadan etdiyimiz, amma əslində inzibati xəta sayıla biləcək başqa nələr var. Və bu qaydalar cəmiyyətin nizamlı fəaliyyəti üçün əslində nə dərəcədə əhəmiyyətlidir? Bu barədə düşünməyə dəyər.